Belə bir məsəl var. Ağıllı fikirləşənə qədər dəli vurdu, çayı keçdi. Gəlin bunu birlikdə izah edək. Bəzən elə olur ki, ağlımıza hansı bir fikir gəlir, bir ideya gəlir. Biz onu hərq edirik və başlayırıq ki, aha, yaxşı ideyadır, nəsə etmək olar. Düşünürük, analiz edirik və bir müddət sonra hansısa fikirlər, hansısa qorxular, inanclar bizə deyir ki, yox, bunu reallaşdırmaq çətindir, bu o qədər də asan deyil, bu sənlik deyil və biz bunu bir kənara qoyuruq. Amma halbuki ola bilər ki, biz bu ideyanı kimlənsə paylaşmışıqsa, adi bir söhbət əsnasında bu fikri demişiksə, bir müddət sonra ideyamızın başqasının reallaşdırdığını görə bilərik. Və onda da deyirik ki, aha, bunu mən düşünmüşdüm, amma etmədim, yəni başqası etdi.